Ceyhun, niye bizdə qəzaların sayı azalmır ki, azalmır? İllər keçir, amma qəzalar çoxdur və deməli, ağır nəticələr verən qəzalar azalmır ki, azalmır. Bəziləri yol infrastrukturunun düzgün olmaması ilə əlaqələndirirlər. Bəziləri deməli, yol hərəkətinin təşkilində olan nöqsanlarla əlaqələndirirlər. Əlbəttə, nöqsanlar da olur, aradan da qaldırılır, amma əsas səbəb bu deyil. Qəzaların əsas səbəbi insan psixologiyasındadır, insan faktorundadır. Yəni ki, təhlükəsiz avtomobil idarə etmək üçün Ceyhun, təhlükəsiz düşünmə tərzi lazımdır. Amma insanların bəzilərində, müəyyən qismində qəzaya meyilli düşünmə tərzi var. Aha, qəzaya meyilli düşünmə tərzi var. Yəni insanların beyninlə, onların səhvləri var və o səhvləri mən sindromlar adlandırıram və bu gün 10-11 sindrom seçmişəm, onlarla danışacağam, o barədə danışacağım. Birinci sindrom, nişan zad nədir? Qaza bastım, uçdum. Yəni bu nə deməkdir? Bunun dalında nə durur? Sürücülərin bəziləri indi babat maşın sürürlər güya, amma nişanların vacibliyini, yol hərəkəti qaydalarının vacibliyini başa düşmürlər. Yəni, onlar, siz necə, hamı necə, onlar da elə sürürlər. Ondan başqa kitabın üzünü açmırlar. Vallahi, mən hərdən elə gəlir ki, elə maraqlı kitabdır o, yol hərəkəti qaydaları kitabı. Balaca kitabdır, bir 30 səhifədir. Onu elə bir caduluyurlar. İnsanların çoxsu ona dəyməyə qorxurlar və açmırlar ki, açmırlar. Və təsəvvür edirsən, maşın sürür, amma qaydalardan o qədər də xəbəri yoxdur. Qaydaları dəqiq bilmir. Dairəyə girəndə hamı necə girir, sürürlərsə sürür, dayanırlarsa dayanır. Bilmir ki, dairədə olana yol vermək lazımdır. Birinci səbəb budur. İkinci səbəbi də deyim, ondan sonra mən sizin də fikirlərinizlə maraqlanacağım və dünya statistikasından maraqlanarıq. Mən 5-ci sinifdən maşın sürürəm sindromu. 5-ci sinifdən. Yəni özündən razı, yəni mənim təcrübəm böyükdür. İndi gəlin analiz edək. 5-ci sinif elə yaxşı deyirsən. Bəziləri var, 5 yaşından deyirlər. 3 yaşından maşın sürürəm, 5-ci sinifdən maşın sürürəm. Gəlin analiz edək. Birincisi, 5-ci sinifdən ona maşın verən insanın ağlı yoxdur. Yəni o valideynin o qədər də ağlı güclü deyil. Niyə görə? 5-ci sinifdə olan uşağa maşın verərlər, sonra açarı oğrayır, gedir, hadisələr olur. Dəfələrlə belə hadisələr olur. Bu bir. İkincisi, böyüyür o adam. Amma maşını elə 5-ci sinifdə nə səviyyədə sürürdüsə, o səviyyədə də qalır. Maşın sürmək elədir ki, necə sürürsənsə o beynivə həkk olunur. Elə 5-ci sinifdən nə tər sürürdüsə səviyyəsizcəsinə eləcə də sürür.